24 mart Ümumdünya Vərəmlə Mübarizə günüdür. Vərəm hələ də dünyada ciddi təhlükə olaraq qalır və hər il milyonlarla insan məhz bu xəstəliklə üzləşir. Bəs Azərbaycanda bu xəstəliyə qarşı mübarizə necə aparılır? 24 mart Dünya Vərəmlə Mübarizə günü. Bu tarix təsadüfi seçilməyib. 1882-ci ilin məhz bu günü Alman alimi Robert Koch vərəmin törədicisi olan bakteriyanı kəşf etdiyini elan edib. Bura Elmi Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutudur. Hər gün onlarla insan burada müayinə olunur, müalicə alır. Ancaq müasir tibbin imkanlarına baxmayaraq vərəm hələ də cəmiyyət üçün ciddi təhlükə olaraq qalır. Vərəm əsasən ağciyərləri zədələyən, hava damcı yolu ilə yayılan yoluxucu xəstəlikdir. Hər bir orqanda, deyək, limfa düyünlərində, sümükdə, deyək, mədədə, dəridə, gözdə aktiv vərəm prosesi mümkündür. Qızdırma 37-38 dərəcəyə qədər, yorğunluq, zəiflik, iştahın azaldılması, arıqlama, 2-3 həftədən daha da uzun sürən öskürək narahat edir xəstələrimizi. Buradan götürülən analiz nümunələri xüsusi müayinələrdən keçirilir və nəticələr əsasında xəstələrə diaqnoz qoyulur. Bəs bu müayinələr hansı üsullarla aparılır? Vərəmin diaqnostikası Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi GeneXpert metodları ilə aparılır. Hal-hazırda biz ilkin nümunədə GeneXpert müayinəsini aparırıq. Qısa bir müddətdə vərəmi təsdiq edir. Vərəm xəstəliyi ilə mübarizədə dəstək vacib amillərdən biridir. Ən qısa müalicə sxemi 4 ay, ümumi tanıdığımız müalicə sxemi 6 aya qədərdir. Xəstələr üçün həm müayinə, həm müalicə tam pulsuzdur. Ən təhlükəli məqam isə hələ də bəzi insanların bu xəstəliyi gizlətməsidir. Halbuki vərəm nə qədər tez aşkar olunarsa, bir o qədər tez və effektiv müalicə mümkündür. Qızdırma ilə, üşütmə ilə, baş ağrıları ilə, təzyiqim qalxırdı, düşürdü, oynayırdı təzyiqim belə. Gəldim, yatdım, çox gözəldir, baxırlar, çox ağrıyırdım. Təngi nəfəsliyim vardı, boğulmamda. Onlar hamısı götürülüb, şükür Allaha. 2 ay bundan öncə özümdə çək azlığı hiss elədim, mütəmadi öskürək. Şübhələndim də, yəni 2 ay ərzində bir 10 kiloya yaxın çəki verdim. Gəldim, müraciət elədik. Məndə də diaqnoz qoyuldu ki, bu xəstəliyə yoluxmusan. 13-cü gündə bu gün müalicə oluram. Cümrahım, öskürəyim kəsilib, təmiz demək olar ki. Rəsmi məlumatlara görə Azərbaycanda hər il yüzlərlə yeni vərəm halı qeydə alınır. Lakin son illərdə aparılan profilaktik tədbirlər nəticəsində xəstəliyin yayılmasında azalma müşahidə olunur. 24 mart Dünya Vərəmlə Mübarizə günü bizə bir daha bu faktı xatırladır. Sağlamlıq hər şeydən önəmlidir və onun qorunması hər kəsin ortaq məsuliyyətidir. Natiq Çıraqzadə, Röyal Əsədov, ASTV Xəbər.